Salam, hər vaxtınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva. Müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrow Centerin rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəyəm. Bugünkü mövzumuz şagirdlərdə biliyin bacarığa çevrilməsi yollarıdır. Təlimçimiz psixoloq, doktorant Ayxan Hüseynlidir. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızda təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlərlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Təlim rekord olunur. Gün ərzində mərkəzimizin Telegram kanalında paylaşılacaq. Keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamağınız və təlimin gedişatını bölməməyinizdir. Suallarınızı səssiz şəkildə verməkdən çəkinməyin. Hər birinizə xoş öyrənmələr. Necəsiz Ayxan bəy? Ayxan bəy, Salam, hər vaxtınız xeyir. Çox yaxşıyam. Siz necəsiniz? yaxşıyam, təşəkkür edirəm. Söz sizdədir. Təşəkkür edirəm. Qatçılara Fatimə xanım tanıyıram. Fatimə xanım, təşəkkür edirəm. Siz bizi görüşdürdünüz. Minnətdaram ki, bu yaratdınız. İnşallah inanıram ki, bu görüş hər bir dinləyici üçün, hər bir müəllim üçün faydalı olacaq. Hər kəsi bir daha salamlayıram. Faydalı olmasını arzulayıram. İnanıram ki, keçirdiyimiz bu zaman daxilində faydalı və ümumiyyətlə nəticə yönümlü biliklər və bu bilikləri bacarığa çevirə biləcəyik inşallah. Deməli, mən özümü qısaca bir təqdim eləmək istəyirəm. Hüseynli Ayxan Yunisoğlu. Mən Naxçıvan Dövlət Universiteti Naxçıvan müəllimlər üstündə psixologiya müəllimiyəm, psixologiyanı tədris edirəm, eyni zamanda doktorantam. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm, o səbəbdən ki, artıq 4 kitabım işıq üzü görübdür. Eyni zamanda artıq müdafiə ərəfəsindəyəm. Mövzum əslində sırf məktəblərlə bağlıdır. Sırf əsas üstündə çalışdığım məsələ, hal-hazırda müdafiə etmək istədiyim məsələ nitqi qüsurlu uşaqlarla bağlıdır. Bir dəqiqə bağışlayın, mən kameranı açmamışam, yadımdan çıxıb. Kameranı da açım. Deməli, doktorantura mövzu mənim nitqi qüsurlu uşaqlarla bağlıdır. Bugün isə sırf danışacağımız mövzu təbii ki, şagirdlərdə biliyin bacarığa çevrilməsi məsələsidir. Biliyin bacarığa çevrilməsi məsələsində ilk olaraq sizə onu bildirmək istəyirəm ki, biz ümumiyyətlə bəzi terminlər var. O terminlər haqqında orta məktəbə aid bəzi terminlər var ki, biz o terminlər haqqında kifayət qədər biraz biliyə malik deyilik. Nə mənada? Baxaq ilk növbədəki bir bilik bu məsələyə. Orta məktəbdə ən çox istifadə olunan təlim, tərbiyə, təhsil. Bu məsələ biraz günümüzdə ən aktual məsələlərdən biridir. Təlim, tərbiyə, təhsil. Baxın, ümumiyyətlə, təlim, tərbiyə, təhsil gedir. Biz həmişə deyirik ki, tərbiyə, sonra təlim, sonra təhsil. Əslində, burada məsələ biraz fərqli olacaq. Ümumiyyətlə, bütün dediklərimizi bəlkə də bundan sonraki məsələ belə olacaq ki, siz bəzi şeyləri ümumiyyətlə dəyişdiyini görəsiniz bütün düşüncələrinizdə. Ümumiyyətlə, hər şey təlimdən başlayır. Əslində, uşaq dünyaya gələndə ilk işi təlimdir. Həyatı dərk edir. Həyatı dərk etmədir. Təlim sözünün ümumiyyətlə mənası həyatı dərk etmədir. Yəni, artıq dünyaya gələndən sonra tanış olur və həyatı dərk etmədən sonra səviyyələr yazmışıq və zaman yazmışıq. Onun açması odur ki, biz həyatı dərk edəndən sonra bunu artıq səviyyələr üzrə dərk etməyə başlayırıq. Və niyə sonda zaman yazmışam? Zaman odur ki, artıq zamanla biz daxilən bu dərk etməni inkişaf elətdiririk. Yəni, daxilən inkişaf elətdirmə odur ki, dərk etməyə özümüzə məxsus mənalar verməyə başlayırıq. Ona görə səviyyələr və zaman orada ortaya çıxır. Ümumiyyətlə, bir dəfə bilək ki, artıq təlim deyəndə uşağa dərs öyrətmək, uşağa nəsə izah eləmək deyil. Təlim deyəndə həyatı dərk etməkdir. Dünyaya gələn hər bir insan üçün həyatı dərk etmə məsələsidir qısacası.
Tərbiyə dediyimiz zaman təlim olmasa heç vaxt tərbiyə olmaz. Niyə görə? Biz həyatı təşkiləməsə, həyatı nizamlaya bilmərik. Yəni təlim olmasa, olmayan, yəni o tərbiyə sözünün mənası ümumiyyətlə nizamlama deməkdir. Tərbiyə, o dərk etmə olmasa heç vaxt nizamlama olmaz. Nizamlama da zamanı ilə, baxın, bacarıq sözü, bilik, bacarıq sözü hələ tam keçmirəm, amma buradakı zaman isə təlimdəki zaman ümumiyyətlə daxilən o özünü tanımaqdır, özünü tapmaqdırsa, tərbiyədəki zaman anlayışı biraz fərqlidir. Yəni artıq bacarığa çevirmədir. Nizamladın və onu bacarığa çevirmə mərhələsinə gedirsən ki, artıq tərbiyədə ən önəmli detay da məlumatdır. Məlumat olmasının əsas səbəbi nədən ibarətdir? Biz məlumat dediyimiz şey odur ki, yəni ümumiyyətlə hər şey həyatı dərk etmə dən sonra məlumatlar öz yerini tapır. Yəni biz həyatı dərk etdikcə hər şeyin öz yerinə qoymağa çalışırıq. Hər şeyi öz yerinə qoymağa çalışırıq. Yəni tərbiyə odur. Nizamlama dediyimiz şey odur. Məlumat, sənə lazım olan məlumat, məsələn, orta məktəblərdə bu gün etiraf eləyək də bəzi şagirdlər var ki, psixoloji olaraq psixoloji 2 yaşı məsələn 12 yaşı var. Psixoloji yaş 22 yaşdır. Bu bax informasiya bolluğunun çoxluğudur. Əgər tərbiyə zamanı informasiya bolluğu həddən artıq çox olarsa, psixoloji yaş pozulmuş olur. Fiziki yaşla psixoloji yaş pozulanda avtomatik olaraq insanda bilik bacarıq sistemi pozulur tamam. Təhsil məsələsinə gəldikdə çalışıram biraz sürətli gedim, bilmirəm yorucu olur ya yox. Çünki biraz çalışacağam ki, biraz informasiya, məlumat biraz çoxdur əslində. Ya qısa gedəcəm, həm də biraz sürətli gedəcəm ki, həm vaxtımız çatsın inşallah. Təhsil dediyimiz zaman, təhsil şəxsi inkişaf yazmışıq, istiqamət yazmışıq, mənəvi güc yazmışıq. Yəni, təlimlə tərbiyə birləşən zaman təhsil mərhələsinə keçirilir ki, bir dəfə artıq qəbul eləsinlər ki, inanıram ki, burada müəllimlər var, iştirak edirlər. Ümumiyyətlə, bir dəfə qəbul eləyin ki, müəllimələr, mən özüm belə müəlliməm, etiraf edirəm. Biz təhsil vermirik. Bir dəfə bilin ki, orta məktəbin əsas işi odur ki, məktəb sistemi, ümumiyyətlə, orta məktəbin əsas işi odur ki, təlim və tərbiyəni təşkil edir. Yəni, şagird həyatı dərk eləsin və onu nizamlasın. Nizamlayandan sonra o təhsili özü qazanacaq. Yəni, şəxsi inkişaf, öz istiqamətini tapacaq. Məndən nə çıxar, məndən nə olar, güc tapacaq özündə. Mənəvi güc odur ki, enerji ilə daha çox çalışacaq. Özü. Biz çalışdıra bilmərik, biz təhsil vermirik. Biz sadəcə olaraq təlim, tərbiyə veririk şagirdlərə. Ali məktəbdə isə artıq ali məktəbdə də təhsil verilmir. Ali məktəb sırf tələbəni formalaşdırır, təcrübə qazandırır, praktika. Orta məktəb təlim, tərbiyə ilə bilik verir və təlim, tərbiyə ilə. Ali məktəb onu bacarığa çevirməni artıq praktikada, təcrübədə yoxlamağa imkan verir. İnanıram ki, bu səhifəni izah eləyə bildim. Rəyləriniz gəlir, ona baxa bilmirəm. İnşallah bitirim, tam mənasında rəylərinizə cavab verəcəm. Gəldi indi əsas məsələyə. Bir giriş idi o. Təlim, tərbiyə məsələsi giriş idi. Artıq burada baxın bir slayddan tam mənasında başa düşəsiniz. Ümumiyyətlə, hər şey informasiyadır. İnformasiya insanda nə formalaşdırır? Fikir formalaşdırır. Yəni, informasiya üstündə fikir yazmışam. Hər bir informasiya insanda fikir formalaşır. Mənə lazım olan informasiyanı seçə bilsəm, seçdiyim zaman şuur süzgəcindən keçirməliyəm. Baxın, informasiya şuur süzgəcindən keçdiyi zaman olur bilik. Baxın, burada artıq inanıram ki, fikrimi izah eləyə bildim. Yəni ki, informasiya ilk əvvəl insana bir fikir verir. Fikir verən zaman insanda hansı nələr formalaşır, başlayır, nələr formalaşmağa? Maraq, meyil, həvəs. Maraq obyekti olan münasibət. Yəni, informasiya olan münasibətdir. Meyil, həmin informasiyanın fəaliyyəti olan münasibətdir. Yəni, artıq insanı enerjiyə gətirir. Ki, artıq, bax, mənə informasiya gəldi, mən bir nəsə hərəkət etməliyim. Həvəs də odur ki, ilkin göstəriciləridir burada. Həvəs də odur ki, artıq sən nəsə özündə bir ətraf aləmə göstərsən ki, mən nəsə artıq məndə bir qıcıq şey var, bir aktivləşmə var, belə deyək. Baxın, informasiya şuur süzgəsindən keçdiyi zaman oldu bilik.
bilikdən sonra süzmə və seçmə prosesi başlayır. Yəni bizim biliyimizi süzürük, həmin şuur süzgəcindən dediyim kimi süzürük, mənə lazım olanı götürürük. Ümumiyyətlə bir dəfə bilək ki, bu günləri informasiya bolluğu çoxdur. Hər bir şagird, məsələn, bu gün bir videoya baxır, motivasiya edici video deyirəm hələ. Bir motivasiya edici videoya baxır və deyir ki, mən gələcəkdə, məsələn, IT mütəxəssisi olacağam. Və növbəti bir dənə videoya baxır, fərqli bir videoya baxır, deyir mən gələcəkdə sosioloq olacağam, psixoloq olacağam. Və yaxud başqa bir videoya baxır, bir iqtisadiyyatı yaxşı, yəni bir həyat hekayəsinə baxır, iqtisadçının, bir şirkət sahibinin, bir biznesmenin həyat hekayəsinə baxır, deyir mən gələcəkdə biznesmen olacağam. Bax, deməli burada süzgəc məsələsi, süzmək və seçmək məsələsi nədir? Yəni artıq bilik bacarığa çevrilməsi üçün düşüncə lazımdır. Düşüncə dediyimiz nədir məsələ? Artıq düşüncə, bir də siz eşitmişsiniz psixologiyada, orta məktəbdə də çox işləmə. Təfəkkür mərhələsi də bayaqki yuxarıda qeyd elədiyim kimi təhsildə də artıq, təhsil səviyyəsindədir. Necə ki, baxın, informasiya həyatı dərk etməkdir, təlim hissəsidir. Bilik hissəsi, tərbiyə hissəsidir. Yəni aldığın biliyi nizamlamalısan, tərbiyə eləməlisən. Sənə lazım olanı götürə bilməlisən, süzüb seçməlisən. Və ən nəhayət, bacarıq hissəsində sənə lazım olanı götürməlisən. Artıq düşünərək, bu mənə aiddir ya yox. Məsələn, belə deyək, birinci qrup üzrə gedən, məsələn, IT mütəxəssisi olmaq istəyən, texnologiya sahəsində marağı olan bir mütəxəssis, deyək ki, bir qız uşağıdır, qız şagirddir. Qız şagird deyir ki, mən IT mütəxəssisi olmaq istəyirəm. Baxırsan ki, qız şagirdində riyazi biliklər aşağıda. Avtomatik ümumiyyətlə bilək ki, oğlanlarla qızlar müqayisədə xanımla qızlarda bir dəfə bilin ki, sağ beyin çox inkişaf eləyir. Yəni sağ beyin deyəndə nədir? Yaradıcılıq, humanitar fənlər. Sağ beyin humanitar fənlərdir, sol beyin texniki fənlərdir. Yəni humanitar, ədəbiyyat, tarix, sağ beyin inkişaf eləmişlərdə ədəbiyyat, tarix, deyək ki, Azərbaycan dili kimi fənlər inkişaf eləyəndə, sol beyində riyaziyyat, fizika, kimya kimi fənlər inkişaf edir. Yəni bacarığa keçəndə artıq sağ beyin, sol beyni də təyin eləmək lazım gəlir. Yəni özünə məxsus icra deyəndə mən bunu nəzərdə tuturam ki, artıq mən özümə məxsus icra eləyim görüm, bu ortaya çıxır ya yox. Bu alınır məndə ya yox. Və bunu təyin eləmək üçün ümumiyyətlə xanımlarda IT mütəxəssisi olmaq istəyən xanımlar var. Bu sadəcə olaraq bir informasiya bolluğunu şuur süzgəcindən keçməmiş halıdır. Və artıq nə etmək istəyir? Sadəcə olaraq deyir ki, informasiya sahəsində maraqlılar var, mən də belə olur. Amma bunu artıq sağ beyin, sol beyin inkişafını təyin etmədən bu bacarıq çıxmayacaq. Yəni nəzəri biliklər bilik səviyyəsində olacaq. Amma bacarığa çevrilmə çətin bir mərhələ olacaq deyək. Nəticə itibarilə biz burada belə bir şey deyirik ümumiyyətlə. Biliyin bacarığa çevrilmə mərhələsində bacarıq olan zaman elm olur. İnformasiyanı aldın, onun psixi proseslər ilə tətbiqini bacardınsa oldu bacarıq. Yəni bilik onda çevrilir, olur elm. İnşallah biraz sürətli deyirəm, inşallah fikrimi izah edə bilirəm. Burada ən önəmli məsələ bilik bacarıqlar sistemində bir də vərdiş məsələsi var. Bunu biraz sorğu xarakterli keçirmək istəyirəm. Mən sizə sual vermək istəyirəm ki, vərdiş nədir? Sizə görə vərdiş nədir ümumiyyətlə? Psixoloji yaşın çox olması pisdirmi? Bəli, çox pis. Müəyyən mənada artıq psixoloji yaşı ilə fiziki yaş arasında, baxın, burada önəmli detay nədir? Qızlarla oğlanlar arasında da bu psixoloji mexanizm var. Məsələn, normalda qızlar da psixoloji yaş həmişə fiziki yaşından 5 yaş üstündür. Yəni bir məktəbli qızın 10 yaşı varsa, bunu normal olaraq və təbii hal olaraq psixoloji yaşı 15-dir. Amma oğlanların fiziki yaşı 10-dursa, psixoloji yaşı da 10-dur. Əgər psixoloji və yaxud ağıl yaşı biz buna deyirik. Bunlar əgər daha çox, daha yuxarı qalxarsa, 5 plus alarsa, məsələn, qızlarda dediyim kimi 5 normaldır və artıq olursa, artıq bu problemə çevrilir. Nəticə itibarilə, yəni artıq öz dövrünün xarakteri xüsusiyyətlərini ifadə eləməyəcək və oxumaq, öyrənmək hamısı
ləngimiş olacaq. Bəs əlavə məktəbdə də bu qayda ilə gedir. Məktəb bu qaydanın çox təəssüf ki, məktəblərdə baxın, burada məktəblərdə əsas məsələ indi əvvəlki zamanlarda nə idi? Artıq müəllimələr sizsə yaxşı bilirsiniz. Uşaqlarda intellektual zəka var, emosional zəka var. İntellektual zəka uşağın sırf nəticəsinə əsaslanır. Yəni mən bir müəlliməm, orta məktəbdə dərs dediyim şagirdim mənə maraqlı deyil. Etik qaydalar nətərdir, danışıq tərzi nətərdir, davranışı nədir? Mənim üçün maraqlı olan onun nəticəsidir. Getsin, imtahanda yaxşı nəticə əldə eləsin. Bu intellektual zəkaya üstünlük verməlidir. Amma müasir dövr artıq şagirdlərin intellektual zəkasını yox, emosional zəkasına üstünlük verir. Yəni uşağın etik, estetik baxış bucağı, yaradıcılıq bucağı, motivasiyası üstün olsun, bu daha yaxşıdır. Sonra intellektual zəkası inkişaf eləyə bilər. Yəni amma intellektual inkişaf eləsə, emosional zəka inkişaf eləməyəcək. Emosional zəka inkişaf eləyəndə intellektual zəkaya da dəstək ola bilər. Vərdiş dedik, bəli. Vərdiş bir işi təkrar edib, sonra isə onu asanlıqla etməsi halıdır. Ola bilər. Musiqi məktəbi. Musiqi məktəbləri, bəli, musiqi məktəblərində, yəni deyirsiniz, bəli, musiqi məktəblərində də eyni. Bilirsiniz, musiqi məktəbi ümumiyyətlə, baxın, bilik bacarıqdan sonra, mövzumuz bugün biliyin bacarıqa çevrilməsidir. Bacarıq ilə bitmir. Bilik, bacarıq çevrilir talanta, talant çevrilir istedada, istedad çevrilir dahiliyə. Yəni, musiqi məktəbində bir şagird musiqi sahəsində gəldisə, siz yəni orada təyin eləmək lazımdır, talantı nə səviyyə? Və talant inkişaf elədikcə, şəxsi inkişaf, siz talantını təyin elədiniz. Talantını təyin edəndən sonra daha çox inkişafı olur istedadı, artıq istedadını da təkmilləşdirəndə, yəni yuxarı səviyyəsi olur dahili. Mən düşünürəm ki, psixoloji yaşının çox olması daha olgun olur və daha yaxşı. Xeyr, əksinə, psixoloji yaş vərdiş qısaca bir prosesi mütəmadi icra etməkdir. Vərdiş müqayisəli psixoloji qeyd olunur ki, vərdiş anadan gəlmə reflekslərin inkişaf tendensiyasını analiz etməyə xidmət edir. Müqayisəli psixologiyasını mən tədris etmişəm. Müqayisəli psixologiyada vərdişi bilirsiniz necə izah edirlər? Vərdiş müqayisəli psixologiyada zoopsixologiyanın termini. Yəni düz sırf zoopsixologiya terminidir. Yəni bu termin sırf heyvanlara üzərində tətbiq olunan bir ifadədir. Və disiplindir. Vərdiş insan beynində yer etmiş gündəlik davranış və fəaliyyət. Gündəlik davranış və fəaliyyətdir. Gündəlik. Yox, mən sizə belə bir şey deyim. Baxın, burada sual vermişəm. Vərdiş nədir? Baxın, çox yatmaq vərdişdir. Çox oxumaq vərdişdir. Bunların sual. Məsələn, çox yatmaq vərdiş deyil. Baxın, aşağıda yazmışam. Vərdişin tərifi budur. Vərdiş düşünülməmiş və əsaslandırılmamış hərəkətlər sistemidir. Vərdişin qısacası müsbəti yoxdur. Siz bir müəllim olaraq heç vaxt şagirdlərə vərdiş aşılaya bilmək. Hər gün, məsələn, çox yemək vərdiş deyil. Çox yatmaq vərdişdir. Çox yemək vərdişdir. İdman etmək vərdiş deyil. Sadəcə olaraq bədənin tələbatı və ya ehtiyacıdır. Hər gün tez oyanmaq bədənin nizamlanmasıdır, vərdiş deyil. Və nəhayət, hər gün kitab oxumaq da beynin ehtiyacı və yaxud tələbatıdır. Yəni, bu da vərdiş deyil. Ümumiyyətlə, vərdiş əsası olmayan, düşünülməmiş hərəkətlər sistemidir. Yəni, şagirdlərə heç vaxt vərdişlər aşılamayın. Vərdiş sadəcə mənfi şeylər vərdiş sayılır. Çox yatmaq vərdişdir, çox yemək vərdişdir. Digər üçü vərdiş deyil, çünki onlar tələbat və ya ehtiyac sayılır. Məsələn, hər gün yuxudan durmağı çox adam deyil vərdiş, ona görə bu misalları çəkmişəm. Ümumiyyətlə, sizə nəyi izah eləməyə çalışıram? Bilik bacarıq sistemində, biliyin bacarığına çevrilməsi üçün bəzi insanlar deyil, mənim bildiyim şeyi çox təkrar eləsəm, bu olacaq bacarıq. Çox təkrar deyəndə, sən bir şeyi çox təkrar eləyəndə o bacarığa çevrilmir əslində. Çox təkrar etmə təkmilləşdirmədir. Yəni, düşünün ki, sizin barmağınızın da yaddaşı var. Artıq barmağınız, məsələn, bir əşyana 10 dəfə toxunsan, 11-ci dəfə bu yaddaş prosesidir. 11-ci dəfə toxunanda biləsən o əşya nədir. Yəni, artıq bunun vərdiş olmağına ehtiyac yoxdur.
bir dəfə izah eləməyə, qısaca bir daha izah eləməyə çalışıram ki, yəni bu vərdiş ümumiyyətlə mənfi hərəkətlər sistemidir. Mənfidir. Hamısı mənfidir. Sonra, aha, indi gəldik bilim bazarğa çevrilməsi yolları. Burada kiçik bir 5 dəqiqəlik sizlə diskussiya xarakterli keçirmək istəyirəm. Nə mənada? Xəstəliklər və dərmanlar. Xəstəliklər və dərmanlar deyəndə, yəni biz bir şeyi bazarğa çevirmək istəyiriksə, eyni zamanda vərdiş insanı şuursuz səviyyədə təşkil. Bəli, tamamilə aləti çalmaq çox istəyən biri var və çala bilmirsin. Necə yanaşmaq? Birincisi, onun yanaşmaq üçün çox sadə bir şey var. Ümumiyyətlə, baxacaqsınız, əgər o insanda sağ beyin, sol beyin məsələsi var, sağ beyni inkişaf eləyibsə, bəli, onun yaradıcılıq potensialı var. Sol beyni inkişaf edibsə, bu sadə bir misal çəkim. Beethoven dünyaca məşhur musiqiçidir. Onun simfoniyalarını hər kəs bilir. Onun 59 simfoniyası var idi, 60-cı bilirsiniz, süni intellekti ilə hazırlamağa çalışdılar və s. və s. Deməli, Beethoven ömrünün sonuna qədər vurma cədvəlini bilməyib. Və ona vurma cədvələ ehtiyac var mıdır? Xeyr, təbii ki. Çünki niyə? O, Beethovenin əsas inkişaf etmiş sahəsi sağ beyni idi. Yəni, sağ beyin yaradıcılıqdır. Sol beyin riyazidir. Bir daha deyirəm, riyaziyyat, fizika, kimya kimi fəndir. Yəni, qısacası, birinci təyin eləməli lazım olan şey, sağ beyin, sol beynin müəyyənləşdirmək ki, hansı daha çox inkişaf edib. Onun üçün də psixoloji testlər var. Sağ beyin və sol beyin inkişafı ilə bağlı. Bir gün görüşlərimizdə istəsəz o ilə də bağlı bir test məndə var. O çatdıraram sizə, ya baxarsınız, nəysə. Sözüm ona ki, o testi təyin edəndən sonra, əgər sağ beyin inkişaf edibsə, bəli, onda alınır. O sadəcə olaraq müəyyən mənada biri var ki, baxın, bayaq dedim axı sizə təlimdə, həyatı tərk etməkdə göstərdim sizə maraq, meyil, həvəs. Biri var obyekt, maraq dedim ki, obyektə olan münasibətdir. Yəni, kimsə bir musiqi alətində ifa eləyir. Baxdı, xoşuna gəldi, bu da eləsin. Yəni, bir kimsə sevdiyi insan. Ona görə orada o məsələyə diqqət eləmək lazım. Buyurun, vərdişlərdən necə azad olmalı? Vərdişlə bacarıq eyni şey deyil, dedik. Və heç vaxt eyni yerə qoya bilmərik. Vərdişlərdən azad olmaq üçün sadəcə olaraq, əgər görürsən ki, artıq bir yerdən sonra bu sadəcə sənə ziyan verən bir şeydir. Artıq onun üstünə getmək lazımdır. O sadəcə mübarizə aparmaq. Deyəsiniz ki, necə mübarizə aparmaq lazımdır? Çox sadə şəkildə. Həyatımda bəzi işləri bəlkə çevirə bilərəm. Bəli, çevrilə bilir. Məsələn, belə çox sadə bir şey deyim. Bəzi insanlar var ki, məsələn, bəzi uşaqlar var ki, bunu daha yaxşı bilərsiniz. Valideynlər olanlar, ətrafınızda valideyn olanlar görə. Bəzi uşaqlarda nə kimi problem var? Lap balaca uşaqlıqda əlinə məsələn telefon veriblər, telefon ilə yemək yeyib və yaxud yatanda yanına bir kukla qoyublar, bir oyuncaq qoyublar, oyuncaq ilə yatır. Bir gün, 5 gün, 10 gün o avtomatik vərdişə çevir. Yəni bu günləri özümüz. Məsələn, telefondan görürsünüz ki, özümüzdə nasıl olmayaq, telefona tez-tez baxırıq. Bu bir vərdişdir. Bunu həll eləmək üçün sən onu birinci qəbul eləməlisin, dərk etməlisin, təlim səviyyəsi. Dərk etdinsə bu vərdişdir, mən tez-tez əlimdədir telefon. Dərk edəndən sonra sən avtomatik olaraq başlayasan özünü tərbiyə eləməyə, nizamlamağa. Əslində bu girişdə verdiyim izahın cavabı elə oradadır. Verdiyim izahlar ki, sən deyirsən ki, nizamlıyım, götürməyim görüm. Bu gün əlimə götürməyim. 2 dəfə, hər gün 10 dəfə götürmürəm. Bu gün 8 dəfə, 9 dəfə götürüm. Sabah azaldım. Belə. Yəni dərk edib, vərdiş olduğunu qəbul edib, sonra onu nizamlamağa çalışmaq lazım. Dərs oxumaq vərdiş deyil. Dərs oxumaq ya tələbatdır, ya ehtiyacdır. Yəni bir dəfə bilin ki, beyində bir çax var, davamlı fırlanır. Və bu çax dayanmır. Dayanma prosesi yoxdur. Nəticə etibarilə beyin biliyə ehtiyac duyur. Əgər siz beyinə öyrənmə, oxuma verməsəniz, belə deyim sizə, qarşınızdakı bəzi insanlar var ki, ümumiyyətlə, dərs oxumasalar, məsələn, 2-ci, 3-cü şagird dərs oxumasalar, yersiz suallar verəcək. Belə deyəcəklər. Məsələn, niyə yağış yağır, niyə qar yağır? Yəni, elə yersiz suallar verəcəklər. Bu nədir? Beynin deyir ki, sən işləməlisən, beynin ehtiyacı var.
biliyə, məlumata, informasiyaya ehtiyacı var. Oxumaq ilə olmayanda başlayır dəxlisiz suallar verməyə. Bu ağac niyə belə uzundur? Bu ağac niyə qısadır? Belə də yəni çox yersiz məlumatlar olur. Ona görə dərs oxumaq vərdiş etmək düz deyil. Dərs oxumağı tələbat və ehtiyaca çevirmək lazımdır. Psixofiliya bizlə testlər. Bəli, bəli. O testləri davamlı aparırıq. Çünki yəni onlar təyin eləyir. Bəzi yaradıcı işləri təyin eləməyə kömək eləyir. Mən də eşitdiyim bütün informasiya araşdırmağa vərdiş edir. Vərdiş etmir. Sizə bütün informasiyalar lazım deyil. Məsələn, mən psixoloqamsa, mənə iqtisadi məlumatlar, məsələn deyirəm, çox da lazım deyil. Mənə siyasi məlumatlar çox da lazım deyil. Mənə lazım olan sahəni daha çox məsləhət deyil. Öz sahədən kənardırsa qətiyyən. Yəni bilirsiniz, o sizə lazım deyilsə, o informasiya sizə yük olmağa başlayır. Yəni sizin beyninizin bilirsiniz, beyin elə bir üzvüdür ki insanda, yeganə üzvüdür ki, ağrı reseptorları yoxdur. Yəni ağrı reseptoru yoxdur deyəndə bilirsiniz nə nəzərdə tutulur? Yəni beynə nə yükləsəz, deməyəcək yoruldu. Yəni əlimizdə bir 5 qramlıq bir şey daşsaq, bir gün, 5 gün, 3 gün, bir saat, 2 saat daha doğrusu. Yorulacaq da, əlimiz yorulacaq. Qoyasız yerə. Amma beyində bu şey yoxdur. Beyin heç vaxt demir mən yoruldum. Sonra da bir anda çökür. Çox yüklüsü bir anda çökür. Ona görə beynimiz, bir də bu beyninlə bağlı bir dənə də kiçik informasiya verin, növbəti slayda keçək. Deməli, bir də onu unutmayın ki, beyin bizim deyil. Sadəcə bizim istifadəmizə verilir. Biz düzgün istifadə etməyi bacarmalıyıq. Bizim deyil. Ümumiyyətlə, bütün üzvlərimiz, orqanlarımız heç nə bizim deyil. Sadəcə bizim istifadəmizə verilir. Biz ondan düzgün istifadə etməyi bacarmalıyıq. Bu da bir bacarıqdır. Deməli, xəstəliklər dərmanlarında ilk yol budur. Xəstəliklər və dərmanları təyin eləmək. Mən biliyin bacarığa çevrilməsi üçün bir uşağa ümumiyyətlə bu uşağın biliyin bacarığı bayaqdan danışdığımız əslində məsələ kiçik bir misal çəkim. Həmişə uşaqlara qarşı yanaşanda bu kriteriya mütləq diqqət etməlidir. Nədir problem? Onun müalicəsi necə olmalı? Yəni metodu, dərman dediyimiz şey əslində metoddur. Biraz bunu çox yadda qalsın deyə bu formada vermişəm. Xəstəliklər və dərmanlar. Yəni ümumiyyətlə xəstəliklər dediyim şey məsələn asıllıqlar, məsələn incə detaylıq. Bunların hamısı xəstəlikdir. Bu ondan azad olmaq üçün hansı dərmanlar, hansı metod və üsulları tətbiq edə bilərik? Məsələn, bəzi insanlar var ki, mütləq mən o qədər vərdiş eləmişəm ki, hər gün axşam saat 12-də dərs oxumalıyam. Bu vərdişdən azad olmaq. Bu bir xəstəlikdir, hər gün saat 12-də dərs oxumaq. Və bu müalicəsi nədir? Dərman təyin etmək. Özünü və yaxud məcbur edirsən, özün üzərində işləyirsən, bunu dərmanı odur ki, sən bugün 12-də yox deyirsən, bugün 10-da oxuyacaqsın. Yəni, qısacası bu sizə bir giriş kimi verəm, biraz üzürlü sayın, biraz sürətli getməliyik deyə çox izah verəmirəm. Üsullardan biri inandırmadır. Ümumiyyətlə, biliyin bacarığa çevrilməsini istəyirsə, qarşınızdakı insanın biliyinin bacarıq olmasını istəyirsə, ilk önəmli detay inamdır, inandırmaq. Nəyi inandırmaq? Burada bir yaxşı cümlə yazmışam. İnsan nə zaman ki öz dediyini hər dəfəsində özü eşidir, o zaman özündən əmin olur və özünə inanır. Yəni açması budur ki, biz qarşımızdakı insanın öz dilindən özü deyib, özü eşitməli şəkildə izah eləməliyik ki, bəli, sən bunu bacararsan, sən bunu əldə edə bilərsən. Yəni, biliyin bacarığa çevrilməsi məsələsində inandırmaq və yaxud özünün o sözü özünün işlədib, özünün eşitməsinə kömək etmək lazım. Əsas detaylardan biri, əsas kriteriyalardan biri, vacib məsələlərdən biri budur. İnandırma. İnandırmanın üstündə çoxdur. Bili ilə bacarıq arasında çox kriteriya var da. Yəni, bəzilərində qorxu var, bəzən də özgüvənsizlik var, bəzən də özünə inamsızlıq var. Bəzi insanlarda birdən alınmaz şübhə var. Bəzilərində birdən, məsələn, alınmaz mənə gülərlər var, cəmiyyət fobiyası var, sosial fobiyalar var.
Buna göre bu inandırma biriyle bacarık arasında en önemli birleştirici inamdır. Ona göre o insanlarda o xəstəliklər, dərmanlar hissəsində dediyimiz kimi biz bilmirik ki, məsələn, onda hansı sosial fobiya var, qorxu var, birdən alınması şübhəsi var, nə var? Onu bilmədiyimiz üçün bu metoddan istifadə edir. Alınsın, bir-birinə əlaqəni qura bilsin ki, özünə inansın ki, o bilik bacarığa çevrilə bilsin. Növbəti metod özünü özünə səmimi və obyektiv izah etmə metodudur. Yəni bilim bacarığa çevrilməsində. Yəni burada da bir yaxşı bir ifadə işlətmişik ki, yəni əslində məğzi budur. İnsan gözləri ilə hər şeyi görə bilir, təkcə özündən başqa. İnsan özünü görə bilməz. O səbəbdən səmimi və obyektiv izah etmə lazımdır. Sizə bir dənə şeir dilində bir ifadə işlədim. Məni anlayacaqsınız əslində nə demək istədim. Nəriman Həsənzadənin məşhur şeiridir. Yaxşı bilən şeiridir. Şeirdə deyir ki, taleyə uzanır narazı əllər, dinən mənim payım az oldu deyir. Yəqin bircə ağla düz bölübdülər. Heç kim öz ağlından gileylənmir. Yəni kimlə soruşsa, deməz ki, mənim ağlım yoxdur, ağlım zəifdir. Deyir ki, mənim ağlıma nə olub ki? Mənim ağlımdan yaxşı ağıl var, məsələn. Ona görə biz onu görmürük. Biz həmişə mükəmmələ qaçdığımıza görə özümüzdəki xırda detalları görmürük. Ona görə kimsə bizə dəyər verən bir insan bizə izah eləməli. Ki biz özümüzü tapaq kimi ki biliyimizi bacarığa çevirə bilək. Bilim ki məndən nə çıxar? Mənim hansı biliyi almalıyam ki onu bacarığa çevirə bilim. Mən məsələn gedim riyaziyyat, nə qədər riyaziyyat oxuyuram, düsturla əzbərliyim, o misalı həll edə bilmirəm. Biliyi bacarığa çevirə bilmirəm. Deməli, mən o deyiləm də, nə olsun ki, mən riyaziyyat, vurma cədvəlini əzbər bilirəm və s. Yəni, özünü kimsə izah eləməlidir bu məsələni sizə. Deməli, bu hissədən təxminən çox, bilmirəm, bir vaxt nə qədər çatdıra bildim, bu qədər izah elədim. Bir dənə kiçik bir sizlə davamlı, bir dənə suallara baxıram, bir dənə də kiçik bir sizlə praktik işimiz var. Onu həll edirik, sonra suallarınız olsa sevə-sevə cavablandıracağım. Deməli, mən bəzi çevirə bilirəm. Dərs oxumaq, vərdiş etmək dedik, düz deyil. Davamlı dərs oxumaq üçün nə etmək lazımdır? Ümumiyyətlə, davamlı dərs oxumaq üçün çox yox, cəmi 5 gün oxumaq lazımdır. 5 gündən sonra siz görəcəksiniz ki, artıq o sizin bir ehtiyacınıza, tələbatınıza çevrilir. Davamlı oxumaq istəyəsiniz. Mən də işlədiyim bütün informasiya araşdırmaq, onu izah elədim. Deyəsən, bəs günlük rejim qurmaq haqqında mütləq. Bunlar dərs və s. Bir müddət sonra beyni çökə bilməmir. Deyir, günlük rejim beyni əslində inkişaf elətdirir. Beyin ilə sizin aranızda düzgün əlaqə qurur. Rejim ən gözəl əslində rejim. Mən sizə səmimi bir şey deyim. Ümumiyyətlə, bir dəfə düşünün ki, bir insanın gözünün görmə, normal görmə müddəti 300 il. Yəni, bir insanın gözlərinin zəifləmə ehtimalı 300 ildən sonra ola bilər. Amma baxırsınız ki, 15 yaşında insan gözü zəifləyir. Niyə? Məsələn, sual maraqlıdır. Niyə bu zəifləyir? Çünki bayaq dediyimiz məsələyə gəlir. İnformasiya bolluğu. Bütün informasiyalara baxın. Sənin o görməli olduğun, sənə aid olmayan şeyləri gördüyün üçün görür ki, artıq rejimdir. Məsələn, belə deyimsə, ümumiyyətlə, insan beyni gündə minimum 1-2 saat yatmaq yox, yatmağı qarışdırma. 1 saat, minimum 1 saat sakit şəkildə dayanmalıdır. Yəni, rahat belə gözlərini qapatıp beyin dincəlməlidir. Bilərəkdən, sən hiss elətdirərək beynin dincəlməlidir. Bunların hamısı bu rejimin göstəricisi. Gündə 1 saat beynimizi dincəldirikmi? Sual işarəsi. Gündəlik dərs oxumaq 4-5 saat vərdiş çevirmək olmazsa, vərdiş xəstəlikdirsə, bəs necə? Nəticə alalım. Gündə 4-5 saat, o məsələni istəyirsən. Gündə 4-5 saat dərs oxumağa ehtiyac yoxdur əslində. Sizə baxın, burada əsas detallar bunlardır. İnsan beyninin sutkada
insan beyni sutkada 2 saat, maksimum 2 saat yarım beynin aktif olma müddəti var. Yəni bir 24 saatda, yəni beynin qapıları tamamilə açılır. Bir cümləni bir dəfə oxusan, o beyninə rahatlıq ilə daxil olur və avtomatik keçid qısa müddətli yaddaşdan uzun müddətli yaddaş. Yəni o 2 saat yarımı tapsan, o 4-5 saat gündə oxumağa ehtiyac yoxdur. Mən sizin üçün bu sualınıza sizə çox sadə bir cavab vereyim. Deməli, bu yüksək nəticə toplayan, 600 plus nəticə toplayan şagirdlərlə bir sorğu-sual keçirmişdim. Onlar gün ərzində 2 saat yarımdan artıq dərs oxumur. Onlar nə edir? Birinci beyin rahatlığı dedim bayaq. Beyin rahatlığına təyin edirlər. Beyni rahatladırlar. Sonra o həmin 2 saatı tapırlar. Hansı 2 saatda mən oxusam nəticəm yaxşı olar? O 2 saatı tapandan sonra gün ərzində 2 saat oxumaq kifayət edir. Yəni ümumiyyətlə rejimə bölsək, ibtidai sinifdə oxuyan şagirdlərin, məsələn, 1-ci sinifdə oxuyan şagirdin gün ərzində ev tapşırığı bilirsiniz də, Yaponiya, ümumiyyətlə dünyada ev tapşırığı məsələsi cəza olaraq tətbiq olunur. Yəni ev tapşırığı deyə bir anlayış yoxdur. Şagirdlərə cəza vermək üçün ev tapşırığı ortaya atıblar. Bugün məsələ odur ki, şagird şəxsi inkişafı üçün, yəni özü evdə, ibtidai sinifdə, 1-ci sinif şagirdi evdə nə qədər məşğul olmalıdır? 30 dəqiqə. Bir gündə 30 dəqiqə. Ondan artığı boşdur. Yəni mənasız. Və yaxud beyni yükləmək. Hər gün saat 10-da yəni tez yatmamaq üçün nə etməliyəm? Yəni tez yatmamaq üçün nə etməliyəm? Bəli, bu da vərdişdir. Ümumiyyətlə, onda yatmaq məsələsində çox pis baxmıram. Əslində 5-dən sonra yatmıram şey görürəm. Baxın, bu artıq sizdə normal yaxşı bir şeydir də. Yəni əslində beynin dincəlmə saatıdır. O yaxşı bir rejimdir əslində. Rejimdir, vərdiş deyil. Bu da yaxşı bir şeydir. Yəni elə bir pis sayılmır. Yaxşıdır əslində. Bildiklərimi şifahi nitqə çevirmək yolu nədir? Bildiklərinizi şifahi nitqə çevirmək. Yəni sizdə bilik var və onu bacarıq olaraq ifadə eləmək lazım. Bunun üçün ilk növbədə yenə dediyim kimi burada 2 səbəb ola bilər. Bir səbəb nə? Əgər xaraktercə mükəmməlliyətçi birisinizsə, mükəmməl, hər şeyin mükəmməl, möhtəşəm olmasına meyilli birisinizsə, çox şey bilən, yəni mükəmməllik deyəndə, baxın, ona gəlirik də, sizə lazım olan hissəsini görürsünüz. Baxın, belə düşünün də, mən sizə deyirəm ki, Nərmin xanım, təsəvvür edin ki, mən sizə deyirəm ki, bir qutunun içində 10.000 dənə söz qoymuşam. 10.000 söz qoymuşam. Deyirəm ki, bu 10.000 sözdən 10 dənə söz götürəsiniz, bunu cümlə halına çevirəsiniz. Cümlə, oradakı sözləri yan-yana qoyun, cümlə olur. Siz təsəvvür edin ki, beyin o qədər informasiya və siz deyirsiniz ki, ən yaxşı cümləni qurun. Ən yaxşı cümləni qurmaq bunun əsas səbəblərindən biri şifahi nitqə çevirməməkdir. Ən yaxşı cümləni qurmağa çalışanda o beyin həyəcanlanır. Sizə lazım olanı oradan çıxardıb verəmir. Dağıdır o sözləri. Sonra siz tapanmırsınız. Onun üçün rahat. Məsələn, ümumiyyətlə ilk cümlə başlaya bilər 3 sözdən ibarət cümlə. Sonra bunu qaldıra bilərsiniz 5 sözdən ibarət cümləyə. Sonra yavaş-yavaş o nizamlamadır. Rahat, beyin rahat olduğu müddətcə. Sonra 7 söz, 10 sözə qədər qaldıra bilərsiniz. Bu yəni artıq nizamlama ilə gedir. Yenə dediyim kimi, məsələ çox şey bilirsiniz. Əgər o nitqə çevrilə bilmirsə, deməli tərbiyə hissəsi, nizamlama hissəsi zəifdir. Siz orada yavaş-yavaş, tələsmədən, rahatlıq ilə, özünüzü rahat buraxaraq cümlələr qura bilərsiniz. Tələsmədən. Necə ki, bilərik ki, bütün şagirdlər oxumağa və yazmağa məcburluq seviyyəsində çox doğru bilirsiniz. Necə edə bilərik? O şagirdlərin bayaqçı dediyim kimi xəstəliklər, dərmanlar hissəsində. Məsələn, ümumiyyətlə mən baxıram ki, bir şagird ümumiyyətlə dərs kitab, məsələn, riyaziyyat misalları qoysan qabağına, dayanmadan yazır. 5 dəqiqə yazdı, bitdi. Azərbaycan dilini qoysan qabağına, bezə-bezə, sıxıla-sıxıla başlayır yazmağa, sevməyən. Deməli, avtomatik olaraq bu detayı görən kimi sırazı təyin edir ki, bu şagirddə sağ beyin inkişaf edir. Bitdi. Təyin eləyə bildirsə, bitdi.
necə istəyirsən, Azərbaycan dilini necə istəyirsən, elə. Və yaxud Azərbaycan dilindən, məsələn deyirəm, riyaziyyatdan 50 test versiniz, 50 testi 5 dəqiqə yazır. Azərbaycan dilindən 50 test versiniz, baxır ki, 50 dənə testdir. Riyaziyyatda bunu demir, amma Azərbaycan deyir, nə 50 dənə test var ya burada, bu nədir? Azərbaycan dilində 50 test olduğundan görə siz avtomatik Azərbaycan dilindən ona deyirsiniz, sən 10 dənəsi yazsan kifayət. Riyaziyyatdan o 40 dənə testi də çevirirsiniz, verirsiniz riyaziyyata. Riyaziyyat o 90 test. Ona 90 test gəlir 9 dənə test kimi. Azərbaycan dilindəki 50 test ona gəlir 500 dənə test kimi. Amma yəni o hissəni azaldıb, o hissəni çoxaldırsınız, o iş nizamlanacaq. Yavaş-yavaş ikisini də sevməyə başlayacaq. Bir çox müəllimə uşaqların bacarıqlarına önəm vermir. Ancaq bəli, bu bilirsiz nədir? Bir çox müəllimlərin əsas problemi nədən ibarətdir? İntellektual zəka. Deyir ki, mən dərs deyirəm şagirdə. Məndən soruşmayacaqlar ki, sənin dərs dediyin şagirdin davranışı, danışığı, hər şey yaxşıdır. Mənə deyəcəklər ki, sən dərs dediyin şagirdin nəticəsi nədir? İntellektual inkişaf. Ona görə müəllimlərin çoxu sırf intellektual inkişafa yönəlir. Heç vaxt yönəlmirlər deyək ki, emosional inkişafa. Amma emosional inkişaf olsa, intellektual inkişaf emosionalın sayəsində inkişaf ola bilər. Deyə düşünürəm, uşaqlar, Ayxan müəllim, biliyin bacarığa çevrilməsi üçün ən effektiv tədris metodu nədən? Çox güclü. Deməli, avtomatik olaraq burada biz hər bir şagirdin fərdi yanaşmağa başlamalıyıq. Ən effektiv metod. Siz sinifdəsiniz. Mən deyirəm ki, baxıram ki, məsələn, bir dənə sinif otağındayam. Sinif otağında baxıram ki, birincisi təyin edirəm. Baxıram ki, məsələn, yaxşı oxuyanlar var, orta oxuyanlar var, aşağı oxuyanlar. Aşağı oxuyana aşağı tapşırıq verir. Aşağı səviyyədə tapşırıq verirəm. Orta oxuyana orta tapşırıq verirəm. Yuxarı oxuyana yuxarı tapşırıq. Bir ay ortalama deyirik. Burada planlama, sistemlilik var. Bir ay bu proses davam edir. Yəni, onların özünə inamını gətirdim. Artıq o deyir ki, mən də bacaram. Bu misalı mən də yaza bilirəm. O birisi deyir, mən bu misalı yaza bilirəm. O birisi ən yüksək oxuyan deyir ki, artıq mən də yaza bilirəm. Hamısında özünə inam yarandı. Yavaş-yavaş, eyni ilə o sistem yavaş-yavaş qalxır. O asan tapşırıq biraz çətinləşir. Orta tapşırıq yox idi. O da biraz çətinləşir. O da sistemli gəlir. Enerji olandan sonra təhsil hissəsinə çevrilir. Artıq sizə ehtiyac yox. Ona özünə inam yaratdınız. Özünə izah eləyə bildiniz ki, bax, sən bunu bacarırsan. Bitdi. O bir də görəcəksiniz ki, ən zəif, ən yaxşı oxuyan keçdi. O mənəvi gücdür. Yəni, demək istədiyim o ki, təlim hissəsi dərk etdirmək deyil, nizamlamaqdır. Bizim üzərimizə düşən dərk edib nizamlamaqdır. Ondan sonra inkişaf sürətli özündən asılıdır. Daha artıq biz heç nə eləmirik. Biz sadəcə izləyirik, müşahidə edirik. Oğlum 7-ci sinifdə oxub bəzən öz fikrini çatdıra bilmir. Nə edə bilər? Nə mənada öz fikrini çatdıra bilmir? Bu, baxır, nə məsələyə olduğuna. Şifahi nitq üçün kitablar, ümumiyyətlə, nitq üçün bəzi insanlar kitabları yaxşı, məsələn, nitqini inkişaf eləməz. Ümumiyyətlə, kitab oxuma tövsiyəsi verəndə mən həmişə deyirəm ki, əgər biz Azərbaycanlıyıqsa, birincisi Azərbaycan yazarlarının kitablarını oxuyun. Məsələn, Azərbaycan yazarlarından direktiv yox. Direktivdə artıq süjet xəttinə yox, vəziyyətə diqqət aparır, ifadələr yadımızdan çıxır. Yəni, artıq proses ora gedir. Buna görə yüksək səviyyə Azərbaycan yazarları, məsələn, Əlibala Hacızadə var, trilogiyası var, Ayrılığın sonu yoxmuş, İkinci Gəlin kimi çox möhtəşəm əsərləri var. Yəni, Azərbaycan yazarlarını biraz araşdırın. Çox gözəl, məsələn, əsərlər var. Ayrılığın sonu yoxmuş, qalın romandır da. Çox möhtəşəm. Bunları oxuduqca avtomatik olaraq bir mərhələ alınır. Sonra yavaş-yavaş xaric, daha... Məsələn, ən son oxuyacağınız Dostoyevskidir, Tolstoydur. Bunlar ən son oxunacaq yazarlar. Yaxşı, çox şey bilib, niyə az bilənlərin yanında daha çox bildirmişsin? Yaranır. O artıq psixoloji meyilləri bilirsiniz, orada nədir məsələ? Orada, baxın, yenə gəlirik də, özünə inam məsələsinə və yaxud öz ağlımızla, öz aramızdakı əlaqəmiz məsələsinə. Mən düşünürəm ki, baxın, bir dənə sadə ifadə işlərimizsə, siz bir dəfə bilin ki, bu həyatda sizdən bir dənədir.
Yoxdur, ikincisi yoxdur. Kimsə çox şey bilə bilər. Amma sizdən bir dənədir, məndən bir dənədir. Da olmayıb və olmayacaq. Yəni mənim düşüncəmlə, mənim beyin sistemimlə bir dənədir. Məsələn, niyə Einsteynin beynini oğurladılar, ora apardılar, bura bir. Ha, araşdırdılar ki, burada fərqli nədir axı bu Einsteyn? O Einsteyndən bir dənədir, da olmayacaq. Nə edirlər, o beyni nə qədər araşdırırlar, araşdırsınlar, ortaya bir şey çıxmayacaq da. Yəni o bir dənə idi, bitdi, oldu, bitdi. Bir də uşaqlar telefonda necə olar? Dərsə günlərdə bilir. Mesela maraqlı artıq. Ümumiyyətlə, bayaq dediyimiz metodların çoxundan istifadə edirik. Uşaqlara rejim şərtdir. Rejim şərt. Rejim qoysanız, bu işlər nizamlanacaq. Yəni, telefon saatı qoymalısınız, istirahət saatı qoymalısınız, oyun saatı qoymalısınız, əylənmə saatı qoymalısınız. Amma rejim ilə yavaş-yavaş. Birdən-birə sənə telefon... Ümumiyyətlə, uşaqlara olmaz sözü, inkar ifadələrini işlət. Olmaz yox. Sənin bu qədər istifadə haqqın var bir şagird olaraq. Gün ərzində sənin telefondan 1 saat istifadə haqqın var. Sənə telefon olmaz. Gün ərzində 24 saat olmaz ifadəsini qəbul eləmir. Amma desəz ki, gün ərzində 24 saat yoxdur. 1 saat sənin istifadə haqqın var. Onu qəbul edib beynin, uşağın beyni. Amma desəz ki, 23 saat sənə telefon olmaz. Bu deyəcək ki, niyə mənə telefon olmaz? Yəni, düşünməyəcək də onu nə demək istədiyinizi. Yəni, niyə mənə telefon olmaz? Yəni, beyin onu qəbul eləmir. Baxın, bu sadə sizdən bir dənə olması məsələsini belə izah edirik ki, özünə dəyər var, özünü bəyənmə var. Özünüzə dəyər versəz, sizdən bir dənə yaxşıdır. Özünü bəyənmə təhlükəlidir. Bundan xilas olmağınız tövsiyə olunur. Təhlükəli bir şeydir, özünü bəyənmək. Amma özünə dəyər vermək özünə inkişafdır. Bir dənə praktik iş görək, sonra suallarınız olarsa cavablaya bilərik. Sizdən istədiyim nədir? Bilim bacarığı üçün sadə bir praktik işdir. Yəni, əslində bayaqdan bir nəfər dedi ki, mən ifadə edəyəm. Elə onun üçün də bir kömək olacaq. Deməli, sizdən nə istəyirəm? 1-dən 17-yə qədər 3 dənə rəqəm özümüzdə götürməyimizi istəyirəm. 1-dən 17-yə qədər. 3 rəqəm. Ağlımızda götüründə 1, 7, 14, 1, 7, 13 seçin. 1-dən 17-yə qədər 3 dənə rəqəm seçməyimizi istəyirəm. Yəqin ki, seçdik hər kəs. Bizdən 17-yə qədər seçdik mi? Əla. Onda inanıram ki, hər kəs seçdi. 3 dənə rəqəm. 1-dən 17-yə qədər 3 dənə rəqəm. 2, 7, 6, 3, 5 və s. Necə istəsəz. Əla, əla. Onda başlayırıq. Seçdik, əla, sevindim. Deməli, sizdən nə istəyəcəm? Bax, burada 1-dən 17-yə qədər görsənir yəqin. Hamı görə bilir də inşallah 1-dən 17-yə qədər. Bir dənə mən baxanda, bir dənə məndə şey görsənmir. Birincidə yalan. Söz olaraq yalan. Sizdən nə istəyirəm? Seçdiyiniz rəqəmlərdən 3 dənə söz. Bu 3 dənə sözü, baxın, biliyin bacarığa çevrilməsi məsələsi budur. Praktik işi, ən sadə praktik işi budur. Seçdiyiniz o 3 söz, rəqəmlər seçmişsinizsə, o 3 sözdən bir dənə cümlə qurmanızı istəyirəm. Bir cümlədə o sözləri elə əlaqələndirin ki, bir dənə çox bədii, bir dənə çox effektiv, təsirli, atalar sözü kimi bir cümlə çıxsın. Bir 2 dəqiqə, 3 dəqiqə vaxt var. 3 dəqiqə deyək. 3 dəqiqə vaxtımız var. Mənim saatımda 50-dir. 50, 3-də bitirəcəyik. 2 dəqiqə 3-də bitirərik. Maraqlı bir məşhur cümlə qurmağınızı istəyirəm. Çox yaxşı bir cümlə. Belə biliyimiz bacarığa çevrilə bilirmi? O seçdiyimiz rəqəmlər üzərində. İzah edə bildim deyil. Hər kəs praktik işin nə olduğunu yəqin ki, bildi. Yəni, qarşımızda gördüyümüz o 3 sözdən maraqlı bir cümlə. Rəqəmlər, seçdiyimiz rəqəmlər üzərində.
Oğlum ikinci sinifə keçir, çox yaddaşı var. Amma dərs oxumaq istəmir. Xüsusən də bunun dərsini yazmaq istəmir. Məslək buna test götürmək. Bir səhv yazır, riyaziyyatı yaxşıdır. Amma səhv yazır, uşağı. Ben ne dedim? Bunu dediğim gibi bayaqlar bir de izah eləmişdim, bir daha izah edeyim. Ümumiyyətlə, rahat bırakırsınız. İbtidai sinif vaxtı, baxın, məsələn, ikinci sinif şagirdinin gün ərzində maksimum evdə dərs oxuma müddəti 35-40 dəqiqə, maksimum 40 dəqiqə. 40 dəqiqə ərzində, indi siz deyəsiniz ki, müəllim evə çox tapşırıq verir, məsələn, 40 dəqiqədən çox çəkir. Əgər çox çəkirsə, bunu tətbiq etməyin. Ümumiyyətlə 40 dəqiqədən artıq onun beyni qəbul eləmir. Və artıq get-gedə oxumaq, yazmaqdan sıxılmağa, bezməyə başlayır. Ona görə müəyyən mənada ibtidai siniflərdə davamlı çalışmaq lazımdır ki, biraz rahat, biraz praktika, biraz bilik, biraz praktika, biraz bilik. Yəni bunu gördünüz ki, məktəbdə çox da sırf nəzəriyyədən çox gedirlər. Bu zaman çalışın. Onu özünüz evdə nizamlayın. Yaxşı, məsələn, müəllim Azərbaycan dilindən 5 dənə tapşırıq veribsə, deyən ki, sən ikisini yaz, üçünü yaz. Müəllim ilə əlaqə saxlayın və buna izah edin ki, yəni müəllim bilsin ki, bunu bilə-bilə siz eləmisiniz. Yoxsa yüklədikcə, yox yazmasın, dünya dağılar, artıq o, yəni nəyinsə xatirinə yazırsınız, zehin işləməyəcək, vərdiş kimi yazacaq da, yəni düşünülməmiş şəkildə. Elə belə ABC siz dediyiniz misal. Ona görə uşaqları ibtidai sinifdə xüsusən rahat buraxmanızı istəyirəm. Həyatımızda sevinci olması üçün xəyal qurmalıyıq. Həyatımızda qəşəng cümlədir. Artıq cümləni qurmuşsunuz da bu cümlədir. Həyatımızda sevinci olması üçün xəyal qurmalıyıq. Bəli, möhtəşəm, qəşəngdir. Bunlar sözləri seçirik, bəli. Qorxuram, sevsəm peşman olaram. Bu da qəşəng cümlə. Gedən cümlələridir də, deyək ki, günün cümlələridir. Qorxuram, sevsəm peşman olaram. Bu maraqlıdır. Bu biraz, indi mənə çox maraqlıdır. Pozitiv cümlələrə baxacağım. Həyatımızda sevinç olması üçün xəyal qurmaq. Bu pozitiv cümlə. Qorxuram, sevsəm peşman olaram. Bu biraz, deyək ki, pessimist cümlə. İnam sevgidən gözəlləşir. Bəli, bu da pozitiv cümlədir. Zamanla xəyallarımın gerçəkləşdiyinə etibar edirəm. Bu da bəli, pozitiv cümlədir. Qəşəngdir, pozitiv cümlələr qəşəngdir. Sonra baxaq. Uşaqlar 204 sinif uşaqlardır. Hər zaman sevgi ilə təmizlənir. Bəli. Biz pozitiv bir sevinç üçün həyatı dəyişə bilər. Sanki bir dəyişə bilər, sanki bir olur. Bütün həyatı dəyişə bilər, sanki bir olur. Bəli, bəli, bu da pozitiv cümlə. Qəşəng. Sevgi keçmişin xatirələrindən doğan, fikrin sücudunda boy atan və qəlbdə gözəlliyə çevrilən duyğudur. Maraqlı cümlə. Təşəkkür edirəm. Zamansız qalan xəyal, yarımçıq qalan sevgi kimiymiş. Zamansız qalan xəyal. Çox gözəl. Qorxu insanın xəyallarını yoxuyar. Pasif halasına mənəvi normativdir. Baş siniflə vaqiyə çalışmaları ilə necə davranışlar. Buraxılış sinifləri, yəni 9-dan 11-dən söhbət gedirsə, baxın, 9-cu sinif şagirdləri ilə belə davranmaq lazımdır. Ümumiyyətlə, onlar yeniyetməlik yoludur. 8, 5, 8-ci sinif, hətta mən burada 9-u da əlavə edirəm. Onlarda avtomatik olaraq, psixoloji olaraq oxuma zəifliyir, həyatı öyrənmə anır. Yəni, bunu nəzərə alın həmişə. Nəzərə alın ki, sizin qarşınızdakı insanlar həyatı öyrənmək istəyir. Yəni, bir şey öyrətmək istəyirsə, onun zəif nöqtəsi həyatı öyrənməyə, həyat üzərindən öyrənir. Yəni, o laqeyd uşaqlar əslində
ya psixoloji yaşı yuxarıdır, bayaq dediyimiz məsələ. Siz onun o psixoloji yaşı yuxarı üzərindən, yəni o zəif nöqtəsini təyin edib, onun üzərindən ona nəsə öyrətməyə çalışın. Yoxsa başqa cür mümkün deyil. Ona görə o uşaqların birinci təyin edici, görün ki, onlar məsələn nəyə maraqlıdır? Əsasən sevgiyə. Məsələn, bir sözü o zəif nöqtələr sevgi üzərindən axı. Yəni bax, və yaxud məsələn, xanımlarda biraz xanımlıq duyğuları, kişilərdə kişilik duyğuları. Baxın, kişilik duyğuları üzərindən oğlanlar da nəsə izah eləməyə çalışın və yaxud. Yəni bunu siz bu metodikanı siz qurmalısınız. Yəni baxacaqsınız onun zəif nöqtəsi nədir? Onun üzərindən ona fikrinizi bildirib öyrətməyə çalışın. Xəyallarımla getmədiyim üçün peşmanlıq hiss edirəm və bu yuxularımda məntiq. Pessimist cümlə. Sevincli həyat xəyallardan keçir. Pozitiv cümlə. Bilirsiniz, mən məslək psixoloji işləyirəm. İşləməyim üçün testlər istəyirəm. Elə bir kitab varmı? Yox. Elə bir kitab çətinliyi yoxdur. Amma uşaqlarla işləmək üçün sizə ən yaxşı bir məsələlərdən birini belə deyim ki, baxın, birincisi siz uşaqlarla işləmək istəyirsinizsə, birinci kitab tapamazsınız, amma testləri deyim sizə hansıdır. Sağ beyin, sol beynin testini tapmaq lazımdır. Tapmazsınız, mən sizə kömək eləməyə çalışaram. İkincisi, temperament tipini təyin eləyəcək testlər var. Ona təyin eləməlisin ki, məsələn, tipini təyin eləyəndən sonra o uşağa necə davranmaq lazımdır. Məsələn, xolerik tipsə bu əsəbi tip. Yəni, səbirsiz əsəbi tipdir. Deməli, buna yanaşmanı müəyyən mənada anlayış ilə eləmək lazımdır. Xarakterini öyrənmək üçün testlər var. Deyək ki, əsasən, amma ilk başlayacağınız əsas 2 test aparsanız, birinci test sağ beyin, sol beyin, ikinci test temperament tipini öyrənmək olmalı. Qorxularıma qalib gəlmək üçün xəyallarıma daha çox sevgilər keçirmək. Bəli, pozitiv cümlə. Ümidlər həyatı sevdirir. Pozitiv cümlə, möhtəşəmsiz. Sevinç həyatlar ömürlüdür. Möhtəşəmsiz. Xəyallarım məni heç vaxt peşman etmir. Bunlar mənim ən gözəl hədiyyələri olur. Pozitiv cümlələr üçün xüsusi təşəkkür edirəm. Çox bu gün yaxşıdır ki, bütün cümlələrimiz pozitivdir. Çox sevindim ki, belə pozitiv cümlələrlə başladıq. Həyat vəfalı etibarlı. Bəli, çox gözəl. Eynən. İnsan elə olmalıdır hər zamanki kimi. Mənim daha son sözüm təbii ki, dəyərli zamanınızı ayırıb ən önəmli, başta dediyimiz kimi, bilim bacarıqla çevrilməsi üçün nə lazım idi? Düşüncə, düşünərək dinlədiyim üçün minnətdaram. Əgər sualınız olarsa, böyük məmnuniyyətlə cavablamağa hazıram. Yaxşı, çox sağ olun. Sizin təliminizi çox bəyəndim. Mən sizə təşəkkür edirəm ki, bu 1 saat ərzində məni dinlədiniz. Siz də zamanınızı mənə ayırdınız. Həyat gözəldir, yaşamağı bacarmaq lazımdır. Bəli. Çox sağ olun, minnətdaram. Bağışlayın, çox güzel mühazirəsi. Mən təxminən belə bir nüansa rast gəldim sizə. Telefon vərdişdir, yatma vərdiş deyil. Və bunun üstə qurmaq istəyirəm. Məktəb uşaqlarının yaşı ilə məktəb proqramının biraz çox xahiş edirəm sizi. Çox gözəl nitqinizə görə minnətdaram. Hər şey gözəl psixologiyada izah edilir. Biraz məktəbi tam öyrənib, məktəb proqramını daha təmiz izah eləməsini xahiş edirəm. Minnətdaram sizə. Təşəkkür. Yox, ümumiyyətlə, mən sizə təşəkkür edirəm. Sizə belə bir cavab verim. Mən məsləklərim səsi kəsildi. Məslək təcrübəm də var. Məktəb təcrübəm var. Yəni, mən bir siz necə deyim sizə, deyirsiniz ki, məktəbi öyrənim. Siz haqlısınız. Məktəbdə məsələ necə bir şeydir? Ümumiyyətlə. Bəli, izləyə bilərsiniz. Bəli, çox təminizm, çox keçdi, təşəkkür. Xoşdur, buyurun, hər zaman. Bəli, təşəkkür. Bunlar, buyurun.
Deməli, məktəb ilə bağlı son fikrimi deyim, yekunlaşdıraq. Burada link məsələsi bilmirəm necə ata bilim. İbtidai sinif uşaqlarında necə etmək olar ki, yazı qabiliyyətlərini mükəmməlləşdirmək. İbtidai sinif uşaqlarında yazı qabiliyyətlərini mükəmməlləşdirmək üçün ən yaxşı metodlardan biri, baxın, bir daha deyim. Siz əgər qarşınızdakı şagird sağ beyni inkişaf edibsə, yazı qabiliyyətini inkişaf elətdirə bilərsiniz. Əgər onda sol beyni inkişaf edibsə, onu inkişaf elətdirməyə çalışmayın. Və sizə son olaraq Röyanə xanım, sizə son olaraq onu deyim ki, hər yazının məsələn sağa əyilməsi var, sola əyilməsi var, böyük yazmaq var. Bunların hamısının psixoloji meyarı var. Yəni hərflər arası məsafə var. Bunların hamısı bir psixoloji detaydır. Ona görə bu məsələ biraz geniş məsələdir. Bir daha amma qısa olaraq deyim ki, əgər sağ beyni inkişaf elətdiribsə, çalışsaz, biraz motivasiya versəz, biraz həvəsləndirsəz, o alınacaq. Çox sağ olun, buyurun. Mən təşəkkür edirəm. Bəli, məktəbdə oxuyuram, müəllimə tabe olmayan yuxarı sinif şagirdlərinə necə edərsiniz ki, onları alamır? Baxın, ümumiyyətlə, məktəb təcrübəm deyirəm, var mənim, nə mənada deyirəm. Mən ümumiyyətlə, baxın, bir şagird vardı, belə məktəb təcrübəsindən deyim və bitirirəm. Çox üzr istəyirəm, biraz bəli, son zamanlarda uşaqlarda yazı problemi yaşayıram. Səbəbi nədir? Orada texnologiyadır, onu bir geniş izaha ehtiyacı var. Bu bəzi məsələlər, çünki niyə, baxın, texnologiyanın ən önəmli təhlükəli tərəfi odur ki, düşünürsən, ifadə etmirsən. Bəzən düşünürsən, izah eləmirsən. Və yaxud düşünürsən, yazmırsan. Ona görə orada düşünüb, danışmaq, yazmaq arasında qırıntılar yarandığına görə bu problem yox. Məktəb ilə bağlı. Məktəbdə, orta məktəbdə mən təcrübəm olanda, dərs keçəndə, qısacası, orta məktəbdə də mən işləmişəm birində. Deməli, orta məktəbdə işləyəndə, mən şagirdlərdən nəyi müşahidə edirəm? Baxdım ki, bir şagird var idi, siz dediyiniz kimi 9-cu sinif şagirdi, ümumiyyətlə, yazmaq, oxumaq bacarıqdır. Deməli, mən bu şagirdə birincisi zaman anlayışını öyrətdim. Əsas detay zaman anlayışıdır. Zaman anlayışı olaraq nə öyrətdim? Dedim ki, sənin 2 gün vaxtın var. Birinci işin bilirsən nədir? Öz ad, soyad və ata adını yazmağı öyrənəsən. 2 gün sonra çıxarsan lövhəyə, lövhədə mənə ad, soyad və ata adını yazasın. 2 gün vaxtın var. 2 günə bunu elədi. Yəni, söhbət gedir 9-cu sinifdən. Siz deyəcəksiniz ki, bax, buna başınız qarışdı. Bəs digər uşaqlar. Yəni, orada o vaxtı da nizamlayıram. Ümumiyyətlə, bir dəfə bilin ki, fikrimi yekunlaşdıram artıq. Çox istəyirəm, biraz uzandı, çox üzr istəyirəm. Ümumiyyətlə, bir dəfə bilin ki, 9-cu sinifə qədər şagirdlərin diqqətinin müddəti 5-8 dəqiqədir. Yəni, 5-8 dəqiqə dərs danışsınız qarşıdakı şagirdə, o sizi dinləyəcək. Bəli, 8 dəqiqədən sonra dinləmir. 8-ci dəqiqədən sonra 5 dəqiqə onlara təlim hissəsini, həyatı dərk etmə və yaxud tərbiyə hissəsini, nizamlama izah eləmək lazımdır. Yəni, 5 dəqiqə dincəlməlidir, növbəti 8 dəqiqə. Qısacası, bu təcrübənin, məktəb təcrübəsini mən yaşamışam deyə, yəni, hər kəsə, baxın, fərdi yanaşma deyən də, yəni, bunları bu metodu ilə hissə öyrətmək lazımdır. Bir də deyirsiniz ki, məsələn, bilirsiniz, bəzən lazım olur ki, qarşıdakı şagirdin səviyyəsinə düşmək lazım. Yeri gələndə. Bunu bacarmaq. Məsələn, mən elə olub ki, çox üzr istəyirəm, mən düz başım düşün. Elə olub ki, məsələn, bilirsizlər, 9-10-11-ci sinif şagirdlərində nələr baş verir? Həm də siqaret, məsələn, digər şeylərə meyillik yaranında. Məsələn, zarafatla demişəm ki, bugün neçəsini çəkdin? Sabah neçəsini çəkəsən? Nə bilim nə? Deyəcək ki, bunu alışdırıram, alışdırmıram. Birinci söz alıram, sonra onun mənə inanmasını çalışıram. İnandırandan sonra başlayacağım, sonra mənim sözümün təsiri olar ona. O mənə inanmasa, mənim ona sözümün təsiri olmaz deyə düşünürəm. Fikirlərimi yekunlaşdırıram. Uşaqlar Əliyassıya nazımdır, indi kontriyarlar. Bəli, o səbəbdən elə bir problemlər yaranır. Bir daha hər birimizə çox təşəkkür edirəm. Təşkilatçılara minnətdaram, sizinlə bizi görüşdürdü. İnanıram ki, faydalı oldu. Hər birimizə uğurlar arzulayıram. Əgər sualınız varsa cavablayın, yoxsa sağollaşaq. Dəyərli bir daha vaxtınızı ayırdığınız üçün. Link ata bilməyəcəm burada. Yəqin ki, o təşkilatçılar sizə bir kömək edərdən. Mən, yəni burada biraz kompüter deyəm, çətin ata bilərəm bu məsələni.
İnşallah ular seçim edin. Hə, e, bir daha təşəkkür edirəm. Sağ olun Hakan müəllim, sizə uğurlar. Sağ olun. Siz sağ olun, buyurun. Bir Siz daha sağ olun. salam İlham bəy. Gözəl təliminizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların pedaqoji, eyni zamanda psixoloji inkişafında da müəyyən qədər rol oynadı. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz və eyni zamanda həmkarlarınızı da qrupa dəvət edəsiniz. Sertifikat üçün elandakı nömrə ilə əlaqə saxlamağınız kifayətdir. Video qeyd alınır. Mən bu gün ərzində video qeydi qrupda paylaşacağam. Telegramda paylaşacağam ki, bilirsiniz WhatsAppda bunu göndərmək qeyri-mümkündür. Sizin Instagram səhifənizdə paylaşacağam. Oradan sizi takib edib izləyib kontentlərinizə baxa bilərlər. Bu qədər. Xoş günlər, xoş istirahətlər, xoş öyrənmələr. Növbəti təlimlərdə görüşənədək. Gecəniz xeyrə qalsın. Buyurun, qarşısı.